Hörmətli izləyicilər, mən deyirəm ki, yer kürəsində, dünya miqyasında yeganə şəxsəm ki, Allahı görmüşəm və görüşmüşəm. Bu sözləri mən özüm kimdən eşitsəydim, deyəcəkdim ki, bu sırf dəlixanalıqdır deyib, heç dalına qulaq asan döydüm. Sizləri qınamıram. Amma bu bir həqiqətdir. Əlimdə də sübutum var, sübutun şəklini də bir neçə dəfə göstərmişəm, yenə göstərmək fikrindəyəm. Dedim, ey Allah Taala, bu qırıla-qırıla gedir, bildirildi ki, neçə adamın əli dəyib, o boyda da qırılıb. Həmin gündən bunu heç kəsin əlinə vermədim. Bu söhbəti qoyaq kənara. Bundan əvvəlki videomda ayın 5-i söhbətini dedim, açıqlayacağım. Bu nə 5-i məsələsidir? Otağıma isti külək gəlirdi, mənə dəyən kimi huşum itirdi. Sonra görüşlərim olurdu. İsti külək mənə dəydi, huşum itdi, biləyimdən yapışdı bir kişi. Çəkə-çəkə göyə apardı. İnsan nə qədər yol gedər, sonsuz fəza ilə. Yoruldum, bezdim, göyün neçənci qatında Allahı göstərdi. Bunu bir dəftərə qeyd elədim ki, bu tarixdə mən Allahı gördüm. Sonralar Allah saldat cildində mənlə görüşə gəldi. Yenə qeyd elədim ki, bugün bu tarixdə Allahla görüşüm oldu. Məhəmməd Peyğəmbərlə görüşüm oldu, tarixi qeyd elədim. Bir məlikə ilə görüşüm oldu, tarixi qeyd elədim. Oğlan, gedəcəyim oğlan gəldi, tarixi qeyd elədim. Ailə qurdum, bu tarixdə qeyd elədim. Ay tövbə, qeyd elədiyim tarixlərdən xəbərim yox idi. Bir gün dəftəri varəkləyəndə gördüm, bütün tarixlərin hamısı ayın 5-idir. Ayın 5-də də, iyunun 5-də də torpağa qoyulacam, amma ili bilmirəm. Onu da deyim ki, qəbristanlıqda bəyəndiyim yeri seçmişəm və kənarına da qayıtdırmışam ki, mən buranı istəyirəm. Buraya basırlayım. Bax, 5-i söhbəti budur. Hələlik bu qədər. Sağ olun.